Dəyərli dövlət qulluğuna və magistrə hazırlaşanlar, belə bir qəbul sualının izahına baxırıq. 4-cü sətrin tamamlanması sualıdır. Deməli, bizə deyir ki, 1-ci və 2-ci ardıcıllıq arasındakı qanuna uyğunluğa əsasən 3-cü ardıcıllıqla bağlı 4-cü ardıcılığı müəyyən edin. 1 ilə 2 arasında hansı qanuna uyğunluq var? 6-dan 12-yə vurub 2-yə düzdürmü? Burada nə edib? 12-dən 24-ə, yenə vurub 2-yə. Eyni qayda 24-dən 48 almaq üçün 2-yə vurub və nəticədə yenə axırda 2-yə vurubdur. İndi ikinci ardıcılımıza baxırıq. Nə edib? 48-dən 24 almaq üçün 2-yə bölüb, düzdürmü? 2-yə bölübdür. Eyni qayda 24-dən 12-ni almaq üçün bölür 2-yə. 12-dən 6-nı almaq üçün bölür 2-yə. Və 6-dan 3 almaq üçün bölür 2-yə. Deməli, neynədir? 1-ci ilə 2-ci arasında hansı qanuna uyğunluq var? 2-yə vururdu, 2-yə böldü. Yəni, rəqəm eyni qaldı, sadəcə işarə dəyişdi. İndi 3-ə baxırıq. Nə edir? Vurur 3-ə. 6-dan 18 almaq üçün vurur 3-ə. 18-dən 54 almaq üçün vurur 3-ə. Və 54-dən 163 almaq üçün vurur 3-ə. Bəs mən 4-cü ardıcılığımda nə edəcəm? Böləcəm 3-ə. Yəni, hamısını da elə. 3-ə bölə-bölə gedəcəm. Əgər axırdan baxsaq, görərik ki, başlar daha böyük rəqəmlərdir. Axırdan baxsam görərəm ki, bax, bu 3-ə bölmə deyil, bu 3-ə bölmə deyil, bu 3-ə bölmə deyil, bu 3-ə bölmə deyil. Yenə qalır B variantı. Başdan da yoxlasaq düzgün alınar.